Salam məzləcilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı, xırçıltılı səpmə şorbalının reseptini bölüşürəm. Deməli, bunun üçün ilk öncə qaba 200 ml stəkandan 1 stəkan yarım ilıq su tökürəm, 1 xörək qaşığı quru maya tökürəm, 1 çay qaşığı şəkər tozu tökürəm və bunları qarışdırıb təxminən 5 dəqiqə gözlədirəm ki, maya həll olunsun. Bir də qeyd edeyim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Ardından bura 2 dənə yumurta tökürəm. 100 qram qatıq tökürəm. Sizdə qatıq yoxdursa, əvəzində xama da istifadə edə bilərsiniz. 100 qram əridilmiş kərə yağı tökürəm bura. Tezdən çırpıcı ilə bunları yaxşı-yaxşı qarışdırıram. Son olaraq 4 stəkan ələdiyim unu da bura əlavə edirəm. Və 1 çay qaşığı dolu duzu da bura töküb xəmirimi yoğurmağa başlayıram. Sizdə ola bilər ki, un biraz çox və yaxud da az da gedə bilər. Bu unların növünə görə dəyişir. Məndə elə bir 4 stəkandan 200 xörək qaşığı artıq tökdüm üzərinə. Xəmiri yoğurduqca görəcəksiniz ki, cüzi elə bir ələ yapışqan, yumşaq bir xəmir alınır. Bir də onu da qeyd edeyim ki, havalar hazırda gördüyünüz kimi çox soyuqdur. Ona görə mütləq xəmiri çalışın ilıq yerdə saxlayın. Çünki həm tez mayalansın, həm də ki, xəmiriniz yaxşı gəlsin. Xəmiri yoğurandan sonra üzərini dəsmalla örtüb təxminən 2-3 saat mayalandırıram. Artıq 3 saat keçib, xəmirim gördüyünüz kimi çox gözəl mayalanıb. Havasını alıb qabdan çıxardıram. Və masanın üzərinə biraz un səpib, xəmiri burada əlimlə toparlayıram. Xəmiri yaxşıca toparlayandan sonra uzunsov formaya salıb 13 bərabər kündəyə bölürəm. Mən indi kündələri gözə yarı böldüm, eyni bərabər hissəyə. Amma siz bunun lap dəqiq ölçüdə olmağını istəyirsinizsə kündələrin, onda tərəziyə də qoyub çəkə bilərsiniz. Videonu bura qədər izləyirsinizsə, aşağıda gördüyünüz bəyən düyməsinə basaraq mənə və kanalıma dəstək olmuş olarsınız. Deməli, kündələrin hamısını hazır eləyəndən sonra bir qabın altına biraz un səpib kündələri buraya yerləşdirirəm və üzərlərini salafanla örtüb təxminən 10-15 dəqiqə gözlədirəm ki, sonradan kündələr rahat açılsın. Kündələri dincəldəndən sonra birini götürüb altına üzərinə yaxşıca un səpib yaymağa başlayıram. Kündələri çalışın ki, açanda geniş açasınız ki, onda elə bil ki, qoğallar biz hazırlayanda qatların arası daha nazik, daha xırçıltılı, dadlı olunacaq. Ona görə yəni çalışın ki, yayanda nə qədər geniş yaysınız, o qədər yaxşı olur. Digər kündələri də eynən bu qaydada altına üzərinə un səpib yaxşıca açıb yayıram. Kündələrin hamısını açıb yayandan sonra masanın üzərini bitki yağı ilə yağlayıram. Və açdığım kündələrdən bura yerləşdirib, gördüyünüz formada əlimlə genişcə açıram. Və bir kənarda əritdiyim 250 qram kərə yağını gördüyünüz kimi belə fırça ilə səpirəm yağı və hər tərəfindən yaxşıca yayıram. İkinci kündəni də eyni qaydada birinci kündənin üzərinə salıb, belə gördüyünüz formada geniş yayıram. Və fırça ilə bunu da eyni şəkildə yaxşıca yağlayıram. Bizdə səpmə şorbalı çox sevilir deyə mən bu dəfə onu hazırladım. Amma kanalımda belə adi şorbalının da resepti var. Girib ona da baxa bilərsiniz. Deməli, hazırladığım içlikdən də bura belə gördüyünüz formada hər tərəfindən yaxşıca səpirəm. Və üçüncü kündəni də bunun üzərinə sərib, eyni qaydada yenə də yağlayıram. Dördüncü gündən də üzərinə salıb, eyni qaydada onu da yağlayandan sonra içliyi üzərinə səpirəm. Bu prosesi eyni beləçinə kündələr bitənə qədər davam edirəm. Sonuncu kündəni də yağlayandan sonra kənarlarını bıçaqla belə kəsib götürürəm. Və gördüyünüz kimi xəmiri uzunsov formada kəsirəm. Təxminən qalınlığı 3 sm idi məndə. Qalanı da bildiyimiz kimidir. Rulet formasında büküb xəmirin uc hissəsinə çatanda elə bir uc hissəsini aşağı doğru qatdalayıb belə əlimlə yüngülcə bastırıb bir kənarda gözlədirəm.
Hamısını qoğal formasında bükəndən sonra əlimlə gördüyünüz kimi yaxşıca bastalayıram. Çox yassı istəmirsinizsə çox basmaya da bilərsiniz. Deməli, basandan sonra hamısını listə düzüb, üstlərini salafandan və dəsmalla da örtəndən sonra 1 saat ilıq yerdə gözlədirəm ki, biraz da qalıb köpsünlər və sonradan 200 dərəcədə yarım saat bişirirəm. Artıq bişirmişəm. Gördüyünüz kimi çox gözəl, xırçıltılı, çox dadlı alınıb. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.